Görürsüz, bəziləri İmam Zaman ağanı sevir. Burada da var yəqin ki. İnşallah biz hamımız eləyik. Həyatı haqqında nə bilirik biz? Heç nə bilmirik. İmam Zaman ağanın həyatı haqqında kim nə bilir ki? Barəsində nə məlumatımız var? Amma sevirik onu. Yaddan çıxartmayın, bu Allahın lütfu diye ki, bir adam haqqında heç bir məlumatın yoxdur. Bilirsən, İmam Həsən Əskəri əleyhissalamın oğludur və salam və qeybdədir. Və onu sevirsən, onu gözləyirsən. Bu bizdən asılı olan şey deyil. Bu bizim qəlbimizə Allahın hədiyəsidir. Və bu günlərdə dua eləyək ki, Allah o qeybdə olan imama məhəbbəti ürəyimizdə çoxaltsın. Bunu dua eləyək bu məclislərdə. Nüdbə duasına baxın. Nüdbə duası bu eşkin ifadəsidir. Bugün cümə günü idi də, səhərlər oxunur. Cümə günü səhər. Nüdbə duası eşki ifadə edirik. Deyirik ki, azizun aleyyə ən əbkiyəkə və yəhsuləkəl vəra. Deyirik, mənim üçün çox çətindir. Mən sənin ayrılığına ağlayım, amma cəmaatın heç vezin olmasın. Sadə dildə tərcümə elədim. Cəmaatın deyin ki, mən səni sevirəm və sənin ayrılığına ağlayıram. Mən yanıram ki, necə olur ki, adamlar sənin yoxluğu hiss eləmir. Küçədə rahat gəzirik ki, imam olmaya, heç vecinə də deyil, məni o da yandırır. Məni o da narahat eləyir. Dözə bilmirəm bu dərdə.